Değerli qonaqlar, hər birinizi salamlayırıq. Hansı məkandan toyların yeganə bircə ünvanı olan kübar, möhtəşəm dizayn ilə göz qamaşdıran 1001 Gecə Sarayından. Gəlmişik bu möhtəşəm sarayımızda əvvəla təqdim edək Hüseyin bəy, sarayımızın administratorunu. Sabahınız xeyir olsun. Maraqlanmaq istəyirik Hüseyin bəy. 1001 Gecə Sarayında təyyarlar, məclis təyyarlar və təbii ki, bu möhtəşəm sarayımızda ət yeməklərindən bağlı onun sorağına gəlir. Bildiyiniz kimi Somaliyaya 1001 Gecə və Parisol Şadlıq Sarayı həmişə ətdə və keyfiyyətə önəm veribdir. Və indi isə gedək mən sizə necə təbii, orqanik, hansı ətlərdən istifadə olunursa da onları təqdim edəcəm və bütün müştərilərimizə, hər bir müştərilərimizə gələn kimi deyirik gedək birinci bizim kuxnyaya və ət otağına baxın. Bizdə oldu, olmadı. Şəhərdə hansı restoranda olsun, birinci onun kuxnasından və istifadə edildiyi ətə baxmaq lazım. Mütləq gedək. Hüseyin bəy, artıq deyirsiniz biz 1001 Gecə və Parisolu ət kəsim otağındayıq. Buyurasınız, rəsminiz, bizlər də bütün qonaqlarımız deyil. Salam sabahınızda, təsdiqlarınızda işləyirlər. Hüseyin bəy, bir daha deyək ki, bu ətlərlə bağlı təqdimat Məqsədlərimizi təqdim edəyim. Bugünkü gündə bilirsiniz, Danışa bəy, Gəncə şəhərində bəzi restoranlar vardır ki, yəni bu günlərin bazarda belə hətta 10, 11, 12 manata dolmuş nəyətləri var. Bunu alırlar və restoranlarda cəmaata verirlər. Amma bizdə necədir? Baxın, deməli, erkək dana ətidir, kəsilib gəlir. Qiyməti isə bugünkü reallıqda bazarda 16 manatdır. Gözlə Və görün necə təbii, organik, kəsilib gəlir və bizə bütöv gəlir gələcək. Özümüz burada qəssablarımız doğrayırlar, bundan ləziz təyyarlar alınır və müştərilərimizə təqdim edilir. Möhtəşəm. Hətta quzu ətimizi gəlsizliklə təqdim edilir. Yəni quzu bizdə 13, 14, 12, 15 kilolik quzular gəlir. Və quzu əti bu günlərin bazarda 19-20 manata ən gözəl olan quzu ətindən istifadə edilir. Hansı ki, Manqolistandan gələn ətlər vardır ki, bugünkü gündə istifadə edilir. Biz buna çəkirik. Biz 12-13 manatlıq əti gözəl, səmimi müştərilərimizin qarşısına çıxarda bilirik. Var olasın. Çünki bizim adımız var. 1001 Gecə və Parisol. Həmişə ətə, keyfiyyətə daima önəm verir. Möhtəşəm, var olasın. Və hətta heç bir restoranda, heç bir şadlıq sarayında belə bir aparat yoxdur. Bəli, Bizdə ətimiz bu aparatda doğru. Hətta o aparatda doğranır. Aparatda doğru, yəni əvvəlki vəziyyətdə öyle kötükdə bağlanır. Çünki buna ət sahibli aparatda standart şəkildə doğranılır və müştərilərimizə. Gözəl. İstərdik ki, onun da kəndi farklı olsun. Baxa bilərik mi?